Abbasqulu Bəkxanovun Hikmətin Fəziləti əsərinə aid fikirlərdən biri doğrudur. Nəzmlə yazıldığı üçün tərənnüm aparıcıdır. Bu yanlışdır. Çünki bu əsər mənzum hekayədir. Nəzmlə yazıla bilər, amma lirik növ deyil ki. Lirik növ deyil, epik növdür. Burada tərənnüm aparıcı ola bilməz. Tərənnüm lirik növdə aparıcıdır. Hadisələr çoxşaxəli xətt üzrə inkişafda verilir. Xeyr, çoxşaxəli xətt romanda olur. Bu hekayədir. Hekayədə hadisələr şaxələnmir. Epik növün yalnız nəzmlə yazılan janrına aid nümunədir. Yanlışdır. Çünki Hikmətin Fəziləti hekayədir. Hekayə nəzmlə də, nəsrlə də yazıla bilir. Məsnəvi şəklində yazılmış mənzum hekayədir. Doğrudur bu. Mənzum hekayədir. Yəni şeirlə nəzm formasında yazılmış hekayədir və qafiyə quruluşu məsnəvi kimidir. A, B, C və s. Yazıldığı forma qafiyə quruluşuna görə qəzəllə oxşarlıq təşkil edir. Yanlışdır. Qəzəlin qafiyə quruluşu məsnəvi kimi deyil. A, B, C adı. Doğru cavabımız məsnəvi şəklində yazılmış mənzum hekayədir.